Hər vaxtınız xeyir, gözəl qızlarım və mənim mamıçıqalarım, mənim şirin uşaqlarım. Sizi təbrik edirəm. 1 iyun Beynəlxalq Müdafiə Uşaqlar Günündən təbrik edirəm. Arzu edirəm ki, istəyənlərə qismət olsun. Baxmayaraq illərə hamımız problemlarımızı hamımız bugün yaşlara, sevilirsiniz, anasız. Çok sağ olun, bugünkü günü təşkil edərdiniz üçün. Hər zaman siz uşaqların yanında oldunuz. Sizə minnətdarlığımızı bildiririk. Yaxşı ki, sizi tanımışıq, yaxşı ki, siz rastımıza çıxdınız. Bu yaşıma baxmayaraq, 47 yaşımda mən də Elmira kimi 7 yaşda uşaq kimi özümü sevirəm. Bayram elə bilirəm, elə mənim üçün də bayramdır. Dəvətiniz üçün və diqqətiniz üçün sizə təşəkkürümü bildirirəm. Allah yedə sizin sayənizdə bu gün Əlişqa balamızın artıq 3 yaşı olur. Bizim üçün hər gün bayramdır. Çünki hər ailəyə sevinç bəxş ediriksə, sizin sayınız bəxş edirsinizsə, hər gün bayram sayılır. Bizimlə bərabər həm stresli günlərimizi, sevincli günlərimizi bərabər çəkmişsiniz, çiyin-çiyinə çəkmişsiniz, əziyyət çəkmişsiniz. Ona görə əməyinizi halal edin. Bilirsiniz, mən bu qədər müalicələrdən keçmişəm. Ən uç nöqtələrə kimi getmişəm mən. Ən çətin müalicələrdən keçmişəm. Mən heç hamilə qalanda da inanmırdım. Siz bilirsiniz, mən də sürpriz oldu, heç özümüzdə bilmədən birdən-birə oldu. Şükür bu günə. Allah istəyən hər kəsə nəsib eləsin. Allah sizin evlatlarınızdan qorusun, onların da bayram mübarək olsun. 1 iyun gələndə hardasa mən də kövrəlirdim. Uğursuz hamiləlik olub, amma axıra qədər başa vura bilməmişəm. Çox şad oldum ki, xatun balamın hamiləliyi, həm də o dövrü başa çatdırmağımda mənim həkimim, seçimim siz oldunuz. Peşman da olmadım. Светло и ясно, там, где всегда весна. Həkimlərim elə bir diaqnoz qoydu ki, mən düşünürdüm ki, mən heç vaxt özüm ana ola bilmərəm. Yəni, bu mümkün deyil də. Yəni, mənə elə bir kəskin diaqnozlar qoydular ki, Elmira xanım cəmi 3 ayın içində müalicə edib və mən hamilə qalmışam. Mənim Məhəmməd balam birinci dünyaya gəlib. Ona görə çox şükür olsun. Sonra ikinci bir qızım, o da bir möcüzə. Yəni, düşünmürsən ki, biri olar, əksinə onu da alacağın ikincisi də gəlir. Düzdür, indi çox qızlar baxırlar ki, bəs bizi çağırmadınız. İndi İnşallah Allah qoysa biraz daha böyük məclislər olar, uşaqlar çoxdur, hamısını çağıra bilmirik. Hissə-hissə bir bayramda, bir mamıçıqalar uşaqların bir bayramda istəyənləri kimin ki uşağı yoxdur, arzu edirəm ki, siz kimi əvvəl gələndə çox narahat ediniz, uşaq olmur, indi anasız. Hamımız ana olasınız, bütün qucaqlar dolu olsun və bütün evlərdə belə körpə səsi gəlsin. Маленькая страна, маленькая